Özü təqdim edin. Mən Tağıyev Hafiz Ümmətəli şəhid Tağıyev Pərbizin atasıyam. Ata-oğul münasibətindən danışaq. Ata-oğul münasibəti deyəndə bizdə çox yaxşı olur. Hər şeyimiz qəşəng olub da. Yəni ünsiyyətimiz o qədər açıq-saçıq olmasa da, yəni bizim yaxşı idi aramız. Hər şey pərdə var idi, amma pərdə böyük idi, böyük pərdə vardı. Yəni o qədər açıqlıq saxlı yoxdu, amma bəzi sirlərin heç kimə demədiyi sirləri vardı Mədiyə. Hafiz əmi, biz sizdən ünsiyyətdə oluruq. Hətta bir dəfə siz danışmışdınız ki, maaşını alırdı, gəlirdi, evə qoyurdu stolun üstünə. Həmən gecə. O uşağın ürəyi o qədər təmiz idi ki, maaşı gecəyin orada alırdısa, nəyin yolu ilə olsun, yarım saat, 2 saat gəlirdi, maaşı stol üstünə qoyub gedirdi. O adam elə uşaq idi. Özünə yetdik nə vardısa götürürdü, bütün nə vacibini qoyurdu stol üstünə. Yəni biz ona elə eləməmişik, o özü elə istəyirdi. Şəhid atası olmaq fəxirdir, başucalığıdır ki, yəni vətənin uğrunda getdi, amma çətin imtahandır. Çox çətindir, çox. Yəni 20-ci ilin avqustun 1-i mənim ad günümüdür. Avqust, sentyabrdır, neçə 27 gün, bir ay 27 gündən sonra bu hadisə baş verdi də, müharibə başladı. Onda mənə demişdi ki, mən gəlməsəm məni necə tapar? Elə bil ürəyim də dammışdı. İndiyə kimi ürəyim dammışdı. Və itkin yolu gözləmək çox ağır imtihan idi. Siz çox yerlərə getdiniz. Gəzmədiyimiz yer qalmadı. Nə bilim, döyüş bölgələrin hər yerinə getdik. İndi o neytralini, bu döyüşən yeri bizi bıraxmadılar. Gedə bilmədik. Həmişə deyirlər ki, ola bilsin o sağdır, hələ gələcəksiniz. Çox da ümidsiz olmayın. Beləncə də, yəni 7 ay, nə bilim, 7 gün idi, 10 gün idi. Gözləmək çətin məsələdir. Mən özüm də onunla əlaqəli xəstəlik tapdım. Ürəyim əməliyyat oldu, nə bilim, gözlərim belə. Hafiz əmi idmançı idi, medallar gətirirdi, boyuna fəxr edirdiniz. Bəli. İndi də oğlunuzla fəxr edirsinizmi? Bəli. Buradakı bizim idman zallarında onun hər yerdə şəkilləri var. Onun qolu bizim belimiz kimi idi, yəni. Nə deyim? Fəxr edici oğlu idi. Başınızı uca elədi. Bəli. Sizin yox hamımızın başını uca. Amma həqiqi zarafatkana da olsa mən ona dedim ki, müharibənin çatında da özü də bilirdi o. Dedi ki, mən dedim ki, istəyirsən istifa ver, gəl daha. Dedi, sən nə danışırsan? Mən 8 ildə o qardaşlarla bir yerdəyəm. Mən onları ata bilmərəm. Qüruru. 16-cı ildə müharibədə də oradakı şəhidlərin haradasa özü dedi, Allaha and olsun, bəlkə də mən 100 nəfərdən yuxarı şəhid çıxartdı. 16-cı ildə oradan kömək olub, şəhidlərimizi çıxardıb. O beləncə bir oğul. Qorxmaz da, yəni. İndi insanıq, bilmək olmaz nətəri, amma yəni mən ona təkidlə dedim ki, gəl də, etiqaz elə ki, dedi, yox, ola bilməz. O qardaşları mən ola bilmərəm. Hansı medallarla tərtib olunur? Cəsur döyüşçü, su qovşan, azad olmasına görə, vətən uğrunda, bəli. 3 dənə medallarla tərtib. Sizin bir qohumunuz da 44 günlük müharibə zamanı şəhid olub. Bəli. Onun adı soyadı nədir, onu da deyək, yad edək. Tural Eyübov, Kürdəmir rayonundan. Bizim qohumlarımızdır, yaxın qohumumuz. Onların ailəsi də həmişə gəlirlər. Bəli, həmişə gəlib gediblər, bəli. Allah cəmi şəhidlərimizin ruhunu. Amin Allah, amin. Bütün hamısı bizim balalarımızdırlar, fərqi yox. Sonda layihəmizə, ümumən şəhidlərə, şəhidlərə nə deyirsiniz, buyurun. Allah hamının canı sağ eləsin. Əl-azqısız sizin. Siz bu qədər diqqətlisiz.
həmişə mənim yanımda olmusunuz. Bağışlayın ailələrin hamısında. Yəni mənim özüm üçün çox diqqətlisiz. Sağ olun, sizə minnətdarım. Allah sizin canınızı sağ eləsin, var olun. Rəbbim inşallah sizə oğul toyu nəsib eləsin, inşallah canınıza can sağlığı versin. Amin olun. Bir daha müharibə olmasın. Amin olun. Analar gözü yaşlı qalmasın. Amin olun. Sağ olun.